Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. TV1-in efirində akademik söhbət verilişinə baxırsınız. Biz bugün Azərbaycan elminin qarşısında olan hədəflər və elm adamlarının əsas vəzifələri barədə müzakirə aparacağıq. Studiyamızın qonaqları ölkəmizin çox hörmətli və dəyərli ziyalıları, əməkdar elm xadimi, akademik Abel müəllim Məhərrəmov, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Rasim Əliquliyevdir. Rasim müəllim, xoş gördük hər ikinizi. Təşəkkür ederim. Hər bir xalqın, hər bir dövlətin, millətin milli iqtisadiyyatının dirçəldilməsi, onun dayanıqlığının təmin edilməsi və yüksələn xəttlə inkişaf etdirilməsində elmi töhfələrsiz ötüşmək qeyri-mümkündür. Və biz də əgər milli iqtisadiyyatdan və ona verilən elmi töhfələrdən bəhs ediriksə, əlbəttə ki, Azərbaycan milli elmi və Azərbaycanın düşünən beyinlərinin toplandığı Azərbaycan Milli Elmlər Akademiyasından bəhs edirik. Və cənab prezident Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində təbrik çıxışında gözəl bir nitq söylədi və burada elimizin qarşısında qoyulan yeni çağırışlar, elm adamlarımızın qarşısında qoyulan hədəflər və vəzifələr barədə əlbəttə ki, çox güclü və əsaslandırılmış gözəl bir ismarıcılar səsləndirdi. Biz bugün bu məsələlərə toxunacağıq. Azərbaycan elminin inkişafına diqqət, elm adamlarına qayğı, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, kadr potensialı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bir istiqamətdir ki, bugün də cənab prezident tərəfindən uğurla davam etdirilir. Abel müəllim, elə bu məsələdən başlayaq. Azərbaycanda elmin inkişafına dövlət dəstəyi, çünki dövlət dəstəyi olmadan heç bir elm və elmi tədqiqat işinin nəticəsindən danışmaq mümkün deyildir. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Doğrudan da yaxşı dediniz ki, ümumilli dilimizin tarix xidmətləri önə çəkilməlidir həmişə. O, həmişə çıxışlarında deyir ki, elm və təhsil xalqın gələcəyi deməkdir. Yəni, elm nə qədər inkişaf edirsə, təhsil nə qədər inkişaf edir, xalqın gələcəyi bir o qədər də parlaqdır. Və deyim ki, dünən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində möhtərəm prezidentimiz cənab İlham Əliyev iştirak etdi. Çox saylı xarici qonaqlar var idi. Ümumiyyətlə, yubiley hesabatdır. Akademiyanın yubileyi böyük elmi hesabatdır. Xalq qarşısında, dövlət qarşısında, cəmiyyət qarşısında. Ancaq biraz da genişləndirsə, əsl mənada dünya müstəvisində olan bir hesabatdır. Buna görə dünən bu hesabata çox saylı xarici qonaqlar da gəlmişdi. Yəni, onlar da bizim hesabata dəyərləndirirdi. Bu gün də bu iş davam etdirilir akademiyada. Və bu prosesdə bizim üçün ən maraqlı hissə möhtərəm prezidentimizin bu tədbirdə iştirakı idi. Möhtərəm prezidentimizin 70 illik yubileyimizdə də çıxışı yaxşı yadımdadır. Dünənki çıxışında da çox belə mənalı, məzmunlu ideyalar çox güclü idi. Yəni, ona yaxşı dərindən qulaq asan adam hərəsi özü üçün yeni bir töhfə axtarır ki, mən cəmiyyətə hansı töhfəni verim. Yaxşı göstərdi ki, bizim neftimiz müvəqqətidir. Ona yeraltı sərvət kimi baxırıq. Ancaq bizim gələcəyimiz, möhtərəm prezidentimiz dedi ki, elmlə, təhsillə bağlıdır. Xüsusilə elmi önə çəkdi, düz demək lazımdır. Mən sizə bir məsələ deyim. 21-ci əsr elm və təhsil əsridir. Yəni, burada nə önə keçə bilər? Önə ancaq elmi innovasiyalar önə keçə bilər. Məsələn, Amerika Birləşmiş Ştatlarında, Kanadada, Yaponiyada elmi innovasiyaların tətbiqi hesabına ölkənin iqtisadiyyatı bu uğurda 60-90% arasındadır. Ancaq, məsələn, Avropa ölkələrində bu təqribən 40-50% arasındadır. Başqa dövlətlərdə, xüsusən Sovet Birliyi dövlətlərində bu nisbətən az rəqəmdir. Ancaq dünyada ki, bu yarış gedir, 200 dövlət yarışır. O yarışın biri vətəndaş cəmiyyəti qurmaqdır. Yəni, dünyada bütün insanların hüququ, sosial durumu qorunmalıdır. Ondan da böyük yarış onu həll edən, birincini həll edən elmi innovasiyaların güclənməsidir. Möhtərəm prezidentim bu məsələyə çox ciddi toxundu və dedi ki, biz də bu istiqamətdə çox uğurlu addımlar atırıq. Azərbaycan Milli Elmlər Akademiyası da bu sayədə çalışır. Ancaq bu hələ də
kifayət qədər deyil ki, biz dünya müstəvisində o yarışda 200 dövlət arasında lap önə çıxar. Məsələn, 44 günlük müharibə haqqında möhtərəm prezident cənab İlham Əliyev də Ali Baş Komandan onu göstərdi ki, biz burada böyük uğur əldə eləmişik. Bu uğurda xüsusilə elmi innovasiyalar, yəni hərb sahəsində olan elmi innovasiyalar sahəsində 44 böyük bir müharibəni 44 gün ərzində qurtardıq. Dünya təcrübəsi bizim o 44 günlük müharibəsində aldığımız qələbənin metodoloji bazasını öyrənirlər ki, bunlar necə oldu ki, 30 il ermənilər hazırlaşdı, sərhəd yaratdılar, ancaq biz qısa müddətdə 44 gündə. Bu yenə də necə fikirləşirsən, necə fırlatmaq olar düşüncəni, yenə gəlir hərbi elmi innovasiyaların uğurlu tətbiqi. Ona görə də möhtərəm prezidentimiz göstərdi ki, dünya bu təcrübə ilə bugün maraqlanır, bəhrələnir. Hərbi təhsil müəssisələrində bu metodoloji bazaya istinadlar edirlər ki, necə oldu ki, bunlar nə qədər fikirləşirsən, yenə də gəlir elmi innovasiyaların tətbiqinə. Və son olaraq onu demək istəyirəm ki, uğurlarımız, yəni akademiyanın hesabatı çox doğrudan da uğurla keçdi. Bu, Azərbaycan elmi ictimaiyyətinin hesabatı idi, təkcə bir qrup, bir neçə institutun hesabatı deyildi. Qasım müəllim, cənab prezidentin çıxışında texnoloji məsələlərə toxundu ki, hər bir dövlət texnoloji imkanları şərtləndirir, dövlətin təhlükəsizliyi və dövlət də tamamilə biz elə bir dönəmdə yaşayırıq ki, yeni şərtlər vardır, yeni siyasi məsələlər gedişatda da, iqtisadiyyat da dünya dövlətlərində başqa cür qurulur, formalaşdırılır. Ona görə də illər keçdikcə istər elmin, istərsə də dövlətin qarşısındakı vəzifələr də başqa cür tamamilədir və texnoloji imkanları cənab prezident ön plana çəkdi və dedi ki, biz Azərbaycan dövlətinin üzərinə böyük bir vəzifə düşür ki, biz texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə bizim inkişafımız dayanıqlı olsun. Elə bu məsələyə istəyirəm münasibət bildirəsiniz. Təşəkkür edirəm dəvətə görə. Burada hörmətli Abir müəllim çox elmin əhəmiyyəti ilə bağlı, ölkədə aparılan siyasətlə bağlı, həmin yubileyi ilə bağlı bir sıra əhəmiyyətli məqamları qeyd elədi. Mən Abir müəllim danışarkən biraz fikrim getdi ki, bəs AMİyə 80-dən öncə necə olubdur? Yəni, bunu biz müqayisə etmək üçün belə bir qədər ekskursiya etməyə ehtiyac gördüm mən. Azərbaycan Milli Elmlər Akademiyası 2-ci Dünya Müharibəsi qurtarandan sonra 1945-ci ildə təsis olunubdur, yaradılıbdır və görkəmli alimlərin iştirakı ilə yaradılıbdır. Düz 80 ildir Elmlər Akademiyası yol gedir. Gəlibdir, bu məqama çatıbdır. Əlbəttə ki, bu dövr ərzində dünya dəyişib, prioritetlər dəyişib, texnologiyalar, elm və s. Yenə də qayıdıram keçmişə ki, biz Azərbaycan xalqı əlbəttə ki, bir intellektual xalq olaraq belə də şərəfli keçmişi vardır. Bizim nə qədər mütəfəkkirlərimiz var, nə qədər də tarixdə bizim demək çox dəyərli insanlarımız olubdur. Amma akademik olaraq çox belə elmi istiqamətli tədqiqat mərkəzi bir də gəlirsən Marağa rəsədxanasına çatırsan. Bu da olsun 13-cü əsrin ortaları, düzdürmü? 13-cü əsrin ortaları və 1945 düz arada biraz yəni filial falan olubdur Rusiya Elmlər Akademiyası, SR Elmlər Akademiyasının. Ona baxmayaraq, yəni biz Elmlər Akademiyasına bir qurum olaraq, bir hüquqi şəxs olaraq, bir korporativ qurum olaraq baxmalı deyilik biz. Bu, Azərbaycan xalqının ictimai şuurunun bir ana xətti kimi, intellektual şuur necə formalaşıbdır? Azərbaycan Milli Elmlər Akademiyası qeyd olunduğu kimi həm dəqiq elmlər, həm həyat elmləri, həm humanitar elmlər, ictimai və s. Yəni, bir sözlə, bax, Xəzər dənizindən neft öz başına çıxmayıb ki, yerin tərkindən o neft öz başına çıxmayıb ki, o çıxarılan neftin emalıdır, onun kimyasıdır, onun müxtəlif məhsullarıdır, onun dəyərə çevrilməsidir, iqtisadiyyatın gücləndirilməsidir. Nə bilim, mən 2-ci Dünya Müharibəsində bir aparıcı mövqeyin gəlməsidir. Ondan sonra onun başqa istiqamətdə, misal üçün də bu maddi dünyanı deyirəm, maddi aləmdə elm nə qədər məsəl üçün. Bakı şəhərinin dönün baxında, Bakı şəhərini görürsünüz ki, nə qədər professor, nə qədər akademik adına küçələr, prospektlər, nə bilim mən, məktəblər, fələnlər, bunlar elə belə yaranmayıb ki. Bunlar hamısı gərgin, çətin, dağlarda, nə bilim mən, dənizlərdə, müxtəlif şəraitdə alınmış biliklərin
Abel müəllimin qeyd etdiyi kimi innovativ yollarla gəlib çıxıbdı iqtisadiyyata, ölkənin iqtisadi marağını təmin edibdir. Ulu Öndər də akademiya ilə bağlı çox işlər görübdür və cənab prezidentin də bax bu yubileyə mən güman edirəm ki, elə bu mövqedən baxaraq bizim tədbirdə iştirak elədi. Növbəti dövr üçün Azərbaycan alimlərinin akademiyadan söhbət getmir, ümumiyyətlə Azərbaycan alimlərinin o tabiçiliyin asılı olmadan, kimarda çalışmasına asılı olmayaraq tək Azərbaycan alimlərin yox, Azərbaycan ümumiyyətlə iqtisadiyyatına məsul olan, Azərbaycan mənəviyyatına məsul olan qurumların qarşısında çox ciddi vəzifələr qoyur. Yəni o sizin dediyiniz o texnoloji çıxışlar da yəni zaman dəyişibdir, zaman inkişaf eləyibdir. Həmin o bu günlərə texnologiyadan danışdığımızın arxasında fundamental elmlər dayanır. Texnologiya elə belə yaranmır. Özdəki texnologiya tək informasiya, kommunikasiya texnologiya məhdudlaşmır. Bunun nanotexnologiyası var, bunun kimya texnologiyaları var, bunun biotexnologiyaları var, bunun informasiya texnologiyaları var və digər növ texnologiyalar. Ona görə də 21-ci əsri təsadüfi deyildir ki, texnologiyalar əsri demək adlandırırlar. Bunun interneti də, bunun nə bilim mən müxtəlif innovasiyalar və s. Azərbaycan da həmin reallığın içərisindədir. Azərbaycan da bu proseslərin içərisindədir. Azərbaycan da öz elminə, təhsilinə diqqət ayırmaqla əlbəttə ki, qarşıda əsas hədəf Azərbaycan vətəndaşının xoşbəxt görməkdir, onun sosial rifahını yüksəltməkdir, dövlətimizin suverenliyini təmin etməkdir, dövlətimizin təhlükəsini təmin etməkdir. Bütün bax bu dediyimiz o qlobal proseslər, yəni bütün dünyada gedən proseslər Azərbaycan dövlətinin də, cəmiyyətinin də qarşısında xüsusi vəzifələr qoyur. Təsadüfi deyildir ki, bugün Azərbaycanda əgər biz müşahidə etsək, Azərbaycanın həm xarici siyasətində, həm də daxili siyasətində texnologiyalar, süni intellekt, rəqəmsal texnologiyalar, enerji demək, alternativ enerjilər, enerji təhlükəsizliyi xüsusi yer tutur. Bax, cənab prezidentin son zamanlar apardığı xarici siyasətdə, bax, Çinlə, Amerika Birləşmiş Ştatları ilə, nə bilim, digər inkişaf etmiş ölkələrlə o xarici siyasətdə əsas prioritetlərdən də biri həmin o texnologiyalardır. Elədir. Xaricdən inkişaf etmiş ölkələrdən yararlanmaq, onların misal üçün diqqətini cəlb etmək, investisiya cəlb etmək, kadr hazırlamaq. Məsələn, bu istiqamətdə cənab prezident həm xaricdə xüsusi bir proqram var ki, bu proqram çərçivəsində gedib universitetlərdə oxuyub Azərbaycana qayıtmaq və xüsusən də mən bunu indi Abel müəllim təhsillə bağlı olduğu üçün yəqin ki, məlumatı da var. Elm və Təhsil Nazirliyi, Nazirlər Kabineti qərarına əsasən Azərbaycan ali təhsilini yenidən təftiş elədi. Bax, mən yadıma gəlir ki, bir neçə ay bundan öncə bütün ali məktəblərin proqramları, ixtisasları, ixtisaslaşmaların hamısını demək yenidən bax, bu rəqəmsal transformasiyalar, yaşlı transformasiyalar, yeni çağırışlar, yenidən Azərbaycanın elm və təhsilini təzədən verədək ki, təftiş etmək, nə lazımdırsa götürmək, lazım olmayanı deyək ki, biraz dayandırmaq, bəlkə də bağlamaq. İkinci Qarabağ müharibəsindən sonra bir daha cənab prezidentin fəaliyyətinə onu hiss edirik ki, bax bu dronlardır, pilotsuz uçuş aparatlarıdır, süni intellektdir, ağıllı kənddir, ağıllı şəhərdir. Nə bilim mən ölkədə bütün bax bu innovasiyalar, rəqəmsal innovasiyalar, bütün bunlar hamısı insan tələb edir, onları yetişdirmək tələb edir. Düzdür, müvafiq dövlət qurumları öz işlərini görürlər. Bunun təhlükələri də var, bunun kibir təhlükəsizliyi də var, bunun xaricdə hücumları da var. Azərbaycanda aparılan bu uğurlu siyasət bəziləri heç onu həzm eləyə bilmir, görürsən ki, ziyan vurmaq istəyirlər və s. Bütün bu reallıqları cənab prezident dünənləri çox belə açıq şəkildə, açıq mesaj deyək ki, dünya ictimaiyyətinə verdi ki, Azərbaycan bu istiqamətdə birinci problemləri anlayır, apardığı siyasət şəffafdır. Və orada əsasən bir məqam var ki, Azərbaycan alimlərin qarşısına vəzifə qoydu ki, bu texnologiyalar beynəlməli olsa da, elm beynəlməli olsa da, amma milli maraqlar beynəlməli deyil. Milli maraq var, dövlətin təhlükəsizliyi var, dövlətin suverenliyi var, dövlətin virtual məkanda kiber suverenliyi var. Bu müxtəlif təhlükələr var, onlara qarşı mübarizə aparmaq, süni intellektdən məqsəd yönlü şəkildə istifadə etmək, onun yaratdığı risklərə qarşı davamlı olmaq və s. Cənab prezident Azərbaycan alimlərinin qarşısında, texnoloqların qarşısında, bu işə aidiyyəti olan ayrı dövlət qurumların qarşısında açıq belə deyək ki, mətnlə dedi ki, eyni zamanda mən bu işi müvafiq dövlət orqanlarına tapşırıram ki, onlar öz fəaliyyətlərində ki, o elmə ehtiyacı olan hissə var. Alimlərlə bərabər işləsinlər. Bəli. İndi dediyimiz kimi, akademiya 80 ildə indiyə kimi gəlibdir. Keçdiyi 80 ilə baxsaq, onun yarısı Sovet hökumətinə aiddir.
Yəni belə təxminən görə də 90, hardasa təxminən onun yarısı Sovetlər vaxtına düşübdür. O birisi vaxtı da, ikinci vaxtı da müstəqil Azərbaycanın vaxtına. Hər ikisində Azərbaycan alimləri şərəfli fəaliyyətlə demək məşğul olublar. Dediyim kimi ölkəmizin inkişafına baxmayaraq ki, Sovet ideologiyasının çərçivəsi var idi. Baxmayaraq ki, nə bilim mən onun siyasi ideoloji, iqtisadi sistemləri başqa idi. Amma Azərbaycan Riyazi Məktəbi, Azərbaycan Kimya Məktəbi, Azərbaycan Fizika Məktəbi, Azərbaycan Kibernetika Məktəbi, Azərbaycanın digər nə qədər məktəbləri yetişibdir. Bəs bu Azərbaycan alimlərinin xidməti deyil. Həmin o məktəbin demək yetirmələri ali təhsildə bu günləri kafedra rəhbəri eləyirlər, müəyyən elmi istiqaməti rəhbəri eləyirlər, kadr yetişdirirlər. Ona görə də çox sevindirici haldır ki, Azərbaycan bax bu istiqamətdən uğurla keçmişi də demək şərəflidir, indi bugünü də şərəflidir və güman edirəm ki, gələcəkdə də biz çox demək yaxşı bir nailiyyətlərin şahidi olacağıq. Həbil müəllim, Razim müəllim də vurğuladı ki, dünənki çıxışında cənab prezident dövlət qurumlarına bir çağırış elədi ki, alimlərlə fəaliyyəti gücləndirirsiniz. Deməli bu bizim həm iqtisadiyyatımız üçün, həm elm adamları üçün yeni bir mərhələ olacaqdır. Düzdür, yəqin ki, müəyyən dövrlərdə, müəyyən sahələrdə əlbəttə ki, hər hansı bir inkişaf, alimlərlə fəaliyyət, əlbəttə ki, birgə fəaliyyət mövcud olubdur. Amma dünən çox ciddi bir tapşırıq ki, bu bir çağırışdır, yeni çağırış oldu. Yeni bir mərhələ açacaqmı? Alimlərlə dövlət qurumlarının birgə fəaliyyəti üçün. Elmin vətəni yoxdur. Vətənin elmə böyük ehtiyacı var. Çünki alim məqalə yazar, hamı bütün dünya bilir. Ancaq vətənin elmə böyük ehtiyacı var. Hər şeydə bayaq dedim ki, elmi innovasiyalar ölkəni önə çıxardır. Ancaq hörmətli Rasim müəllimin bir fikrinə təzə çıxış eləyəndə, ya ki, ilk sualı siz ki verdiniz, maraqlı bir məlumat verdik ki, biz 80 ildə akademiyamız formalaşıbdır. Rasim müəllim, 35-ci ildə biz filial kimi formalaşmışıq və 35-ci ilə qədər də ZAK Federasiya deyirlər, akademiyanın, SR Elmlər Akademiyasının filialı idi. Bizim də orada bölünmələrimiz vardı, ermənilərin də, gürcülərin də. Sonra 35-ci ildən sonra bir ayrıca filial şəklində, onlar da biz də, ayrı respublikalar kimi filial şəklində. Ancaq indi maraqlı burasıdır ki, Rasim müəllim, onlar məsələn, gürcülər 41-ci ildə akademiya yaradıblar. Ermənilər müharibə vaxtı 43-cü ildə yaradıblar. Biz müharibə qutarandan sonra, daha doğrusu o ərəfədə yaratmışıq. Ancaq indi baxaq o tarixə də, tarix belə idi ki, məsələn, burada neft elmi məktəbləri bayaq siz dediyiniz kimi yeraltı sərvətləri üzə çıxartmaq, dənizdən neft çıxartmaq, heç onların bu işdən xəbəri yox idi. Biz artıq bu sahələrdə işləyirdik. Məsələn, siz təsəvvür edin ki, Azərbaycanda hələ 19-cu əsrin sonlarına yaxın Mendeleyev burada işləyibdi. Markovnikov, Beylişteyn, Ragozin, Zinin və bütün dünyanın tanınmış kimyaçıları burada işləyib. Nobel qardaşlarının neftin ikinci emalının istiqamətində təklif veriblər. Ondan sonra onlar imkanları artıb. Bu geniş izahatı ona görə verdim ki, Ümumilli liderimiz Heydər Əliyev bütün bunları düşünərək hər il minlərlə gənc istedadlı Azərbaycan övladlarını Moskvaya göndərdi oxumağa. Və bugünkü elmi potensialı götürsək, mən açıq deyirəm ki, bir 85% bilavasitə o vaxt SSR-nin o vaxt xaricə getmək mümkün deyildi. SSR-nin aparıcı ali təhsil müəssisələrində, akademiyanın aparıcı institutlarında təhsil alaraq, bir mütəxəssis kimi formalaşaraq Azərbaycana qayıdıb, Azərbaycanda yeni innovativ elmi istiqamətlərin inkişafına təsir elədi və onun o yetirdiyi adamlar akademiyanın inkişafında müəyyən sıçrayış əldə elədilər. Açıq danışmaq lazımdır. İndi bu gün də ikinci bir var. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yaxşı planlar həyata, proqramlar həyata keçir, gənclərimiz xaricə gedir. Ancaq o vaxtdan bir fərqi var, bir ziyalı kimi açıq demək istəyirəm ki, o vaxt hamı qayıdırdı, hesabat alınırdı. Möhtərəm prezidentimiz, mən özüm də o hesabatda iştirak elədiyimə görə vaxtda Moskva Dövlət Universitetinə getmişəm. Yəni həmişə bunu hiss edir ki, bizim üzərimizdə bir ciddi nəzarət var. Qayıdırdıq işlə təmin olmağı, necə fəaliyyət göstərməyimiz. Yadımda da hər il möhtərəm prezident, ulu öndərimiz Heydər Əliyev, o vaxt prezidentimiz idi, daha doğrusu Mərkəzi Komitənin baş katibi idi, birinci katibi idi, gəlirdi Moskvaya
Hətta bəzən iclasdan sonra bizdən görüşəndən sonra hərəmizə biraz da maliyyə vəsaiti olaraq postpresiya deyirlər, daimi nümayəndəlik. Bizə pul da verirlər. Yəni həm o tərəfini gözləyir, həm bu tərəfini. Yəni nə qədər diqqət var idi. Ancaq bu gün də ondan çox göndərilir. Açıq danışmaq lazımdır. Özü də o vaxt o qədər SSR müstəvisində ortaq məxrəc var idi. Yəni pul çox vermirdi. Məsələn, Belaruslar şikayət edirdi ki, biz Ruslara yaxınıq, Azərbaycandan çox gəlir. Ermənilər şikayət edirdi. Gürcülər ancaq bizdən çox gedirdi. İndi bizim artıq onlara maliyyə vəsaiti verib göndəririk. Açıq danışmaq lazımdır proqramlar çərçivəsində. Elə ixtisaslara çox böyük maliyyə vəsaitləri tələb edir. Ancaq biz çalışmalıyıq ki, onlar da qayıtsın, öz bəhrəsini versin. Bütün bunları deməkdən məqsədim odur ki, möhtərəm prezidentimiz dünən çox məsələlərə toxundu. Açığını deyim, indi imkan olsa o barədə danışıram. Azərbaycan dili haqqında xüsusi tapşırıq verdi. Xüsusi tapşırıq, Rasim müəllim, yadındadır. Xüsusi tapşırıq verdi ki, Azərbaycan dilinə digər kəlmələrin müdaxilə edilməsi, bəzən dedi bilərəkdən, bəzən bilməməkdən, səhv edilməkdən və s. O bizim dilimizi qoruma haqqında onun tapşırığı açığını deyim, məni çox sevindirdi. Çox sevindirdi ki, hamı bax, möhtərəm prezidentimiz cənab İlham Əliyev kimi sərbəst, zərif, incə Azərbaycan dilində, həm də akademik Azərbaycan dilində. O ayırdı məişət dilini, akademik dil. Akademik dildə çıxışı öyrənməliyik. Bu çox vacib məsələlərdən. Bir də indi hörmətli Rasim müəllim çox ətraflı danışdı. Mən hesab edirəm ki, bu çağırışlar bizi yenidən düşünməyə vadar edir. Möhtərəm prezident çağırışıb yenidən düşünməyə vadar edir. Mən kimyaçı aliməm. Müəyyən tədqiqat aparmaq üçün, qrant proqram almaq üçün gərək o yeni texnoloji sumqayıtda olan parklardır, ölkənin sənaye parkları var, texnoparklar deyə bilmərik. Texnopark o vaxt olur ki, gərək ölkənin innovativ elmi yeniyini dünyada ilk dəfə biz tətbiq edirik. Onda dünya bizi izləyir. Biz hələlik bu istiqamətdə addımlarımızı atmışıq. Mən arzum nədən ibarətdir ki, biz o istiqamətdə də deyək ki, gələn 10 illikdə deyək ki, möhtərəm prezidentimizin çıxışını nəzərə alaraq, aktivliyimizi artırmaq şərti ilə Azərbaycanda yeni texnoparkların yaradılması, elmi innovativ nəticələrin tətbiqi. Bax, bu istiqamətdə biz doğrudan-doğruya çıxa bilərik. Son olaraq bir də onu qeyd edeyim. Mən əminəm ki, gələn 10 ildə bu barədə hesabat verə biləcəyik. İnşallah. İnşallah və biz cənab prezidentin çağırışlarından, dediklərindən və hətta alimlər üçün bir yol da açdı ki, yeni Qarabağda olan bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarında cənab prezidentdən istat gətirirəm ki, generasiya gücü 6000 megavata çatacaq ki, bu sahələr arasında əsas bərpa olunan enerji növlərinin yaradılmasını şərt qoydu və eyni zamanda cənab prezident Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır deyə alimlərə bir ciddi mesaj verdi ki, orada da yaxın bir neçə ay ərzində bizə deyir, çox yaxşı xəbərlər gələcəkdir ki, bizim çox zəngin təbii resurslarımız var. Qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Cənab prezident alimlər üçün hətta bir tədqiqat yolu da açdı. Rasim müəllim, biraz bir məsələyə də toxunaq. Bəli, təşəkkür edirəm. Əlbəttə, cənab prezidentin çıxışında Qarabağ, Şərqi Zəngəzur məsələləri çox prioritet, belə deyək ki, olaraq qeyd olundu. Və ümumiyyətlə, demək, 2-ci Qarabağ müharibəsindən sonra ki, bizim əlimiz artıq o torpaqlara çatır. Bu günlər Azərbaycan alimin qarşısında 2 hədəf vardır. Birincisi, demək, Qarabağın özünün dediyimiz kimi minalardan təmizlənməsi, sularından səmərəli istifadə olunması, alternativ enerjidir, su resurslarıdır. Ondan sonra onun o torpağından, onun o faydalı istifadə olunmasıdır. Aqrar təsərrüfü, aqrar demək, sahədə müəyyən işlərin həyata keçirilməsidir. İnsanların ora qaytarılması, gör nə qədər problemlər var. Və eyni zamanda əlbəttə ki, onun geologiyasıdır, onun o təbii sərvətlərin aşkarlanmasıdır, onun qızılıdır, gümüşüdür, filanıdır və s. Onların aşkarlanması və üstəgəl də indi bugünkü Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna görə əsasən humanitar elmlərlə, ictimai elmlərlə məşğul olduğu üçün elə bu yubiley ərəfəsində bir neçə ay bundan öncə Akademiyanın prezidenti Akademik İsa bəyin rəhbərliyi altında Akademiyanın aparıcı alimləri, rəhbərliyi Qarabağ Universitetində oldu. Qarabağ Universitetində demək, o sizin qeyd etdiyiniz o məsələlər orada bir belə konferans çərçivəsində çox geniş müzakirə
olundu. Qarabağ Universitetinin alimləri ilə bir yerdə. Hətta təşəbbüslər oldu ki, Azərbaycan Milli Elmlər Akademiyasının bir Qarabağ bölməsi də yaradılsın. Çox maraqlı. Çünki indi bizdə akademiyanın strukturu belədir ki, Naxçıvanda, Gəncədə və digər yerlərdə, Şəkidə, Qubada və s. mərkəzləri, filialları olduğu üçün o deməkdir ki, onların əsas tədqiqat obyektləri o ərazidə olan məsələlərdir. Bəli. Eyni zamanda da bu günləri cənab prezidentin də qoyduğu məsələnin əsas prioritetlərindən biri ondan ibarətdir ki, Azərbaycan alimləri ümumiyyətlə, xüsusən də Azərbaycan Milli Elmlər Akademiyasının bugünkü vəzifələri çərçivəsində demək Qarabağda, indi bilmirəm, yəni Xankəndindəmi, hardasa bir akademiyanın bir bölməsini yaratmaq, bir mərkəzini yaratmaq və onun da qarşısında bu istiqamətdə vəzifələrin qoyulması həm Şərqi Zəngəzurla bağlı, həm Qarabağla bağlı, həm onun təbiəti ilə, geologiyası ilə, ekologiyası ilə, elektrik enerjisi ilə, enerji resursları ilə və s. həm də ki, insanların orada demək, müəyyən bir, belə deyək ki, iqtisadiyyatının formalaşdırılması, insanların orada yaşaması, özdəki son zamanlar cənab prezidentin siyasəti nəticəsində bir qayıdış proqramı var. Yəni, Qarabağa, Şərqi Zəngəzura, oradakı demək, yaşayış məntəqələrinə dağıdılmış, tamamilə Xirosima səviyyəsində olan, yəni ki, ora qayıtmaq üçün o, yəni çox belə deyək ki, dəhşətli bir mənzərədir. Amma Azərbaycan demək prezidenti İlham Əliyev, cənab İlham Əliyev rəhbərliyi altında artıq dövlət öz maliyyə prioritetlərini, iqtisadi potensialını məhz o istiqamətdə yönəldib ki, orada normal şərait yaradılsın ki, həm orada yaşayanlar, həm də ki, arzu edən investorlar gedib orada demək, müəyyən vəsait qoysunlar, oranın iqtisadiyyatını çiçəkləndirsinlər. Rasim müəllim də vurğuladı ki, hər hansı bir siyasi toqquşmalar, münaqişələr, müharibələr xalq üçün maddi və mənəvi ziyanları şərtləndirir. Yəni, maddi ziyanlar, dağıntılar olur. Bunu biz indi necə ki, Qarabağa qayıtmışıq, cənab prezidentin rəhbərliyi altında böyük quruculuq işləri görürük. Bu maddi ziyanın aradan qaldırılması bir qədər asandır dövlət üçün. Nəinki mənəvi ziyan və o mənəvi ziyan, o yaralara hələ bəlkə də Azərbaycana əsrlər lazım olacaq ki, o mənəvi ziyanı aradan qaldırmaq. Bizim mənəviyyatımıza məlhəm olan elə Rasim müəllimin də vurğuladığı Qarabağ Universitetinin yaradılmasıdır ki, Qarabağ Universitetində mən hesab edirəm ki, bu Azərbaycan elmi üçün də bir xüsusi bir səhifədir. Ayrıca istəyirəm biraz bundan danışaq ki, mən arzu edərdim bir təhsil işçisi kimi və sadə Azərbaycan vətəndaşı kimi, bizim sizin kimi çox dəyərli akademiklərimiz o Qarabağ universitetlərində bir məruzələr oxusunlar, mühazirələr söyləsinlər, master-klass dərslər göstərsinlər. İstəyirəm bu barədə danışasınız. Çox maraqlı sualdır, çox maraqlı. Bizim ailə 3 dəfə deportasiya olunurdu. Onun ikisini mən görmüşəm. Ancaq biri mənim babalarım, atalarım görübdür. Anam tərəf İrəvandan olduğu görə onlar Şaxtaxtı yolu ilə 18-ci ildə köçüblər İrana, sonra qayıdıblar. Bir səsdə Türkiyə köçüb. Sonra biz ikinci deportasiya dövründə, məsələn, biz Ermənistandan Qərbi Azərbaycana, yəni o vaxt Qərbi Azərbaycan, indi Ermənistan deyirik. Oradan köçmüşük, məsələn, mən Ağdamdan adam olmuşum, o köçkün var. Bir neçə rayonda olub, atam o işə rəhbəri elədiyinə görə mənim sənədimdə Ağdamdan olmaq yazır. Üçüncü deportasiyada daha dəhşətli oldu. Hamı bir dəfəli Qərbi Azərbaycanlılar oradan təmizləndi və yəni indi bunu ona görə deyirəm ki, yəni deportasiya olunan köçkün, qaçqın problemini mən yaxşı təsəvvür edirəm. Uzun illər oradan bu insanlar 30 ildən çox bir müddətdə oradan gediblər. Təzə bir yenidən qayıdışa başlamışıq və bu qayıdışın dinamikası da bütün ziyalıları təmin edir. Mən hesab edirəm ki, möhtərəm prezidentimizin iş fəaliyyətində əsas yeri bu qayıdışla, təzə obyektlərin açılışından, universitetin açılışı, səhiyyə ocaqlarının açılışı, yeni binaların inşası, yəni əsas vaxtının bir hissəsində o aparır və indi ola bilər ölkə rəhbərinin vaxtını aparsın, ancaq nəticə varmı? Nəticə çox böyükdür. Qısa müddətdə o qədər bərpa və belə perspektiv işlər həyata keçirilib ki, heç bir ölkədə açığın deyim ki, belə bir iş yerinə yetirmək mümkün olmazdı. Biz onun möhtərəm prezidentin rəhbərliyi ilə Azərbaycan xalqı
ictimaiyyət bunu həyata keçirir və qaçqınlar, köçkünlər də bunu yaxşı başa düşür, köçürlər. Elə nə vaxt televizor açıram, görürəm hamı razılıq eləyir prezidentimizdən ki, nəhayət evimizə, işimizə qarşı hamısına belə gülər üzdən qayıdırlar, gedirlər. Bu bizi sevindirir. Sizin sualınız da universitetlə bağlıdır. Mən hörmətli Rasim müəllimin fikrindən çox tamamilə razıyam ki, necə universitet açılır, elə də mən hesab edirəm ki, orada akademiyanın Rasim müəllim filialı açılsa yaxşıdır. Filial belədir ki, həm təbiət, həm fundamental elmlər, həm də humanitar elmləri, həm yerin üstünü öyrənmək, həm yerin altını öyrənmək istiqamətində bizim alimlərin sayı çoxdur, apara bilərlər. Ancaq düzgün qərar oldu ki, birinci universitet yarandı. Düzdür, bu universitet yaranda mən belə fikirləşirdim ki, açıqdır, biz ziyalı kimi öz fikrimi deyirəm. Fikirləşirdim ki, orada o keçid balını biraz azaltmaq olardı. Xüsusən o zonadan olan adamları və qutaranda hamısının təyinatı ora gedəydi. Bu mənim öz fikrimdir. Ancaq mənim fikrimlə ola bilər o qədər də subyektiv, obyektiv müstəvidə analiz eləmək çox çətindir. Ancaq mən fikirləşirdim ki, o universitetə, Qarabağ Universitetinə birinci Qarabağları çox eləmək. Ancaq o da digərlərinin hüququnu pozar. Məsələn, mən Bakıda təhsil alan, aliyyası Bakıda olan bizim qohumlardan tanıyırım. Orada gedib çıxıblar Qarabağa. Mən soruşdum ki, niyə Bakıda? Yox deyir, mən Qarabağ. Bu da vətənpərvər hissinin Azərbaycanda güclü olmasıdır. Bir neçə mən belə bizim ailədən hələ tanıyıram. 600 bal alıb, deyirəm, sən hara istərsən girərdin, 600-dən biraz yuxarı. Deyir, yox, mən Qarabağa. İndi elələri də gedibdir, onları da qabağını almaq olar. Ancaq arzum o ki, onların hamısı təyinatla orada qalaydı. Məktəblərdə işləyəydi, başqa harada işləməlidir? Gəl akademiyanın filialı olur, orada işləsinlər. Digər müəssisələr olmalıdır, orada işləməlidirlər. Və çox düzgün buyurursunuz ki, əlbəttə akademikləri dəvət eləməlidirlər, master klass verirlər. Ümumiyyətlə, akademikin özünün inkişaf yoluna bir nəzər salanda, hər bir gənc çalışacaq ki, yüzündən bir 5-10, 50'si çalışacaq ki, mən də onun kimi əziyyətə dözüb, mən də onun kimi böyük alim olmalıyam. Deyirlər, əskər odur ki, saldat deyirlər, Rus əskər odur ki, general olmaq arzusunda deyilsə, o əskər deyil. Tələbə də akademik olması arzusunda, Rasim müəllim kimi, digər akademiklər kimi olmaq arzusunda olmazsa Rasim müəllim, ondan gələcəyin yaxşı vətənpərvər alimi yetişdirmək çox çətindir. Əlbəttə, mən razıyam ki, bizi dəvət etsinlər, alimlərimizi, orada mühazirələr oxuyaq, elm təhsil problemlərinə toxuyaq, ixtisasımız üzrə mühazirələr oxuyaq, master klasslar verək. İndi bunların hamısı gənclərə gələcəyinə böyük ümidlə baxmaq üçün həyata keçirilən tədbirlərdir. Çox düzgün buyurursunuz. Yəni, bu işdə də biz aktiv olmalıyıq. Təbii ki, aktiv olmağımız da bizim gələcəkdə o gənclərin böyük düşüncə ilə yetişməsinə dəstək ola bilər. Bəli, təşəkkür edirəm sizə cavablarınız. Bir arayış vermək istəyirəm xanım da. Hörmətli Abir çox yaxşı təşəbbüslə çıxışır ki, Azərbaycan alimləri harda fəaliyyət göstərməsindən asılı olmayaraq, hətta heç Azərbaycanı nəzərə tutmur, amma dünyada nə qədər Azərbaycanlılarımız var. İndi internet imkan verir ki, həm yaxşı olar ki, fiziki gedib orada dərs deyəsən, master klassda, yəni ustad dərsləri keçəksən, həm də ki, demək, dünyanın hansı bir yerində məlumdur ki, Qarabağ Universiteti təzə formalaşır, orada müəllimlərə, alimlərə böyük ehtiyac vardır. İndi onun o tələbə kontingentini dövlət müəyyənləşdirir, seçir, müəyyən formalaşdırır. Onun müəllim kontingentini, yəni keyfiyyətli müəllim ora cəlb eləmək, bilirsiniz ki, o qədər də asan məsələ deyil. Ona görə də bildiyim qədər, Dünya Azərbaycanlıları bir forumu deyilən bir təşkilat vardır. Onun rəhbəri Profesör Məsud Əfəndiyev, siz onu bilirsiniz. Təxminən bir il bundan öncə Bakıda da onların bir forumu keçirildi. Çox yaxşı bir forumuydu. Və orada da mən iştirak elədim, qulaq astım. Azərbaycan alimləri hərəsinin dünyanın istənilən bir yaxşı yerlərində də, yəni ki, universitetdə çalışırlar, elmlə məşğul olurlar. Onlar çox böyük həvəslə, birincisi oraya getdilər, Qarabağ Universitetinə getdilər. İkincisi də onlar özləri öz çıxışlarında ifadə edirlər ki, onlar çox böyük məmnuniyyətlə o Qarabağda, o tədris prosesində, elmi araşdırmalarda yaxından iştirak etsinlər, töhfə versinlər. Yəni, mahiyyətcə bu günləri kimsə hardasa doğulursa, dünyanın istənilən doğula bilər,
Əsas odur ki, onun beyni Qarabağlı olsun. Bəli. Yəni onun ayağının, o ayaqqabısından söhbət getmir ki, hansı torpaqdadır, hansı nə bilim mən torpaqda məkanda. Əsas bu günləri Azərbaycancılıq ideologiyasının mahiyyəti ondan ibarətdir ki, biz vətən deyəndə torpaq və torpağın üstündə formalaşmış mənəviyyatı başa düşürük biz. Bəli. Yəni mənəviyyatı götürüb tək o torpaqda doğulmuşam, mən ordanam. Yox. Bugünkü ideologiya onu deyir ki, sən deyəsən ki, yəni Azərbaycan vətəndaşından tələb olunan odur ki, o fəxrlə desin ki, mən Qərb Azərbaycanlıyam. Bəli. Ona görə yox ki, onun pasportunda yazılıb, yazılmayıb. Onun mahiyyətinə görə böyük Azərbaycancılıq ideologiyasını dərk eləsin ki, mən Qarabağlıyam, mən Qərb Azərbaycanlıyam, mən Lənkəranlıyam, mən Bakılıyam, mən Qubalıyam və s. Ona görə bugünkü reallıq ondan ibarətdir ki, bugün biz böyük məmnuniyyətlə necə ki, dəmir yumruğunun ətrafında, yəni ki, Azərbaycan prezidenti Cənab İlham Əliyevin o çağırışı ilə bütün Azərbaycan ayaq üstə idi. Öz qanını Allah rəhmət eləsin o şəhidlərimizə. Nə qədər bizim şəhidlərimiz orada canını həmin Qarabağ üçün verdi, Şərqi Zəngəzur üçün verdi. Ona görə də Bir nəfər Rasim müəllim fərari olmadı. Ancaq erməni bir o boyda əsgərlərimiz var idi. Bir nəfər ideologiyamız gör nə qədər güclüdür ki, bir nəfər fərari olmadı. Ölümdür də, adam qorxa bilər də. Fərari ola bilər, psixoloji hazırdır. Bir belə əsgərlərin içində Rasim müəllim, bir nəfər fərari olmadı. İndi götürün statistikaya baxın, erməni əsgərlərin demək olar ki, 30% fərari idi. Hamısı qaçırdı. Bəli. Yəni Azərbaycan dövlətinin bu günləri siyasətinin mayasında duran odur ki, Ulu Öndər Heydər Əliyev vaxtı ilə necə ki bu müstəqil Azərbaycan dövlətinin memarı sayılır, dağılmaqdan, nə bilim parçalanmaqdan qurtardı, yaratdı. Ondan sonra ömür imkan vermədi, indi qismət oldu, demək ki Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə o kursu davam elətdirsin. Bu günlərə bizim ən böyük nailiyyətimiz o Azərbaycançılıqdır, o həmrəylikdir. O ölkədə ki, iqtisadiyyat indi düzdür, vacib olsa da, əsas məsələ bu insanların özünün, bax bu ölkənin vətəndaşı olaraq hesab etməsi, o bayrağı özünün vahid bayrağı kimi, o himnin qarşısında necə deyərlər, fərağat dayanması, Azərbaycan dövlətinin prezidentinin ətrafında bir yumruq kimi birləşməsi və o yumruğun təsiri olaraq, hörmətli Abil müəllimin qeyd etdiyi kimi, o Qarabağ əldə olundu. Yəni bu günləri cənab prezident indi 50 milyon Azərbaycanlının Azərbaycan dilində danışmasının özünün də bir alt mətni var ki, yəni ondan söhbət gedir ki, və ismarıcı var ki, o 50 milyon Azərbaycan da o işarə vurdu ki, onun təmiz Azərbaycan dili buradadır. Bu bayraq, bu himn, bu Azərbaycan dövlətinin prezidenti bütün 50 milyon Azərbaycanlının prezidentidir. Bu torpaq onların vətənidir. Bu himn onların, necə deyərlər, himnidir. İndi Zəngəzur dəhlizi deyirlər, nə bilim mən indi başqa adı var, Tramp yolu deyirlər və s. Şükür bir neçə ilə lap yaxın bir vaxtda o yol açılacaqdır. Görəcək o günləri. Görəcək o günləri. Ondan sonra Naxçıvan, ondan sonra Türkiyə, ondan sonra dünyaya açılışdır. Bütün necə deyərlər Azərbaycanın xoşbəxt gələcəyi bax gözümüzün qabağında necə inkişaf edir, necə səvirir. Ona görə adam fəxr eləyir ki, hər bir misal üçün şəxs fəxr eləyir ki, bax mən bu ölkənin vətəndaşıyam, sevinirik ki, biz bu ölkənin vətəndaşı. Bizim də talihimiz Abel müəllim bu reallıqları görməkdir. Heç inanardıq ki, 30 ildə bu Qarabağda ermənilər gedər. İnanardıq ki, o torpaqlar azad olar. Ona görə də bax belə insan belə heyran qalırsan ki, nə qədər Azərbaycan siyasəti öz bəhrəsini verir. Bu il ölkədə konstitusiya və suverenlik ilidir. Bir neçə gündən sonra da Zəfər bayramımızdır, Qələbə bayramımızdır. Mən indi yaşımız elədir ki, Rasim müəllimlə biz bu konstitusiya yarananda da deyək 30 il bundan qabaq milli liderimizin rəhbərliyi ilə o vaxtda mən universitetdə çalışırdım, bu prosesləri izləyirdim və o vaxt bu konstitusiya yarananda milli liderimiz qoyduğu məsələlərdən biri oydu ki, biz hüquqi demokratik dünyəvi dövlət quracağıq. O vaxt elə ağır vəziyyət ki, biz deyirdik ki, möhtərəm prezidentimiz heç olmasa desin çörək tapılacaq, benzin növbəsindən uzaq olacaq. Ancaq o dedi yazanda ki, yox siz qabağa baxmalısınız. Nəyə gətirirəm? O vaxt biz ziyalılar da hətta buna şübhə ilə baxırdı ki, gərək konstitusiya ilə bizi vəziyyətdən çıxardı. Ancaq o birinci bənddən sonra ikinci, üçüncü bənd əsasən biz dünyada demokratik, dünyəvi dövlət quracağıq.
İndi söhbət nədədir? Bu konstitusiya sual olunur ki, öz işini gördü, görmədi. 30 il ərzində biz nə əldə elədik? 30 il ərzində konstitusiya işini gördü. Dünyəvi dövlət qurduq. Yəni artıq hamı bizi tanıyır. Biz hardan hara gəldik? İndi və konstitusiyada uyğun möhtərəm prezidentimiz bu suverenliyi əldə elədi. 5 illik bir neçə gündən sonra bu təntənəni qeyd eləyəcək. Deməli, həm konstitusiya ilə quruldu ki, gətirdi, suverenliyə də çıxartdı bizi. Nəinki hüquqi, demokratik, dünyəvi dövlət qurdu. Həm də konstitusiya ilə qurdu ki, biz o baz əsasında, fundament əsasında Ruslar deyir, atpravnaya toçka, dayaq nöqtəsi Dəyərli olaraq, fikrə toxundunuz. Çox dayaq dəyərli. nöqtəsi Ali olaraq, məqsəd, konstitusiyanın ali məqsədi suverenlikdir. suverenlikdir. Bərpası. Bəli, konstitusiyanın Ali ali müəllim onu İndi çox soruşulur tebrik ki, Ulu öndərimizin o yazdığı konstitusiya öz funksiyasını 30 ildən sonra necə yerinə yetirdi? Hədəfinə çatdı. 25 ildən sonra tam son hərədə çatdı. Bu 5 ildə artıq biz suvereni torpaqlarımız özümüzdür. Möhtərəm prezidentin o gün akademiyanın iclasında bunu xüsusi vuruladı. Biz artıq o torpaqlarımız özümüzdür. Bizim torpaqda qıraq qüvvələr yoxdur. Yəni hərbi nəzərdə tutulur, başqaları nəzərdə tutmur. Əlbəttə çox millətli biz ölkəyik. Əsas hərbi qüvvələri nəzərdə. Məsələn, Ermənistan bu da qədər müstəqil, orada Gümrük şəhərində Rusiyanın hərbi bazası yerləşir. Tək o deyil, Başqaları da var. İndi biz tək onu demirik də. Yox, Ancaq biz, yəni konstitusiya bizi çox düzgün gətirdi. Ona görə sonda bir o sözü demək istəyirəm ki, xoşbəxt o xalqdır ki, onun ümummilli dili var. Xalq o vaxt daha çox xoşbəxtdir ki, ümummilli dilin siyasi kursu prezident xalq birliyi ilə çox uğurlu aparır. Bax, bu gün biz alimlər bunu düşünürük, buna sevinirik və bu istiqamətdə də həmişə ölkə prezidentinə dəstək oluruq. Bunu demək istəyirdim. Bəli, mən sizin hər ikinizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Və son olaraq mən o misralarla fikrimi tamamlamaq istəyirəm ki, belə gözəl bir fikirlər var. Kim saxlaya bilər axından məni? Hünərəm, cürətəm, andam, dözüməm. Kim görmək istəsə yaxından məni, şeirimi oxusun, şeirim özüməm. Azərbaycan dövlətinin başçısının da əməllərini kim görmək istəyir, onu yaxından tanımaq istəyirsə, onun gördüyü işlər yetərlidir. Azərbaycan alimlərinin, sizin kimi dəyərli akademiklərimizi şəxsən tanımaq istəyənlər də sizin əsərlərinizə, sizin işlərinizə nəzər salmaq kifayətdir. Yenidən görüşənədək diqqətinizə görə təşəkkür edirəm.